Hər kəsə salam, bu mənim yeni kanalımdır. İndi mən sizə burada Roblox'un ən böyük sirlərindən birini verəcəm. Bu Valhop oyunundakı bir bug'dır. Mən də onu sizə göstərəcəm. Zəhmət olmasa bunda dostlarınızla paylaşmağı unutmayın. Başlayaq. İndi baxın, girdik Valhop oyununa. Məsələn, baxın, burada indi Valhop yerləri və s. var. Məsələn, birinə gələk. Baxın, məsələn, bu güllə kimi bir şey. Bu çox uzun deyil, amma baxın, buradakı ən uzun yerdə də eləyə bilərsiniz bunu. Yəni, bu taktika işləyir və ən böyük bug'lardan biridir. Və indi ilk öncə kiçiyində göstərək. İndi gəldim bura. Bir barmağım, baxın, bu formada. Bir barmağım tullanma düyməsində. Bir barmağım isə Valhop'u açıb bağlama düyməsində. İndi mən ilk öncə tullanma biraz yana çevirib, baxın, haradasa bu formada. Biraz yana çevirib ekranı. Sonra sabitləyirəm bir əlimlə divara. Karakteri sabitləmək çox önəmlidir, yoxsa olmur. Bir əlimlə belə formada sabitləyirəm. Bir əlimlə tullanma düyməsinə basıb saxlayıram. Sonra da Valhop'u açıb bağlayıram. Görürsünüz, bu çox böyük bug'lardan biridir. Biz də bunu etdik. İndi məsələn bunu ən böyük Valhop'lardan biri olan güllədə yoxlayaq. Normalda insanlar 45 dərəcə açı ilə çevirir, amma elə çox çətindir. Məsələn, bu güllədə işə yaramır. İndi baxın, mən belə edirəm. Məsələn, biraz görüntünü çevirdik. Görürsünüz, qalxır. Yəni, belə taktikalarda da işlətmək olur. Zəhmət olmasa bu videonu dostlarınızla paylaşmağı unutmayın və kanalın böyüməsi üçün, bizə dəstək olmaq üçün videonu paylaşmağı, abunə olmağı və like atmağı unutmayın. Baxın, bu çox böyük bir bug'lardan biridir və mən sizlərlə paylaşıram. Sağ olun.